Ümumiyyətlə, sənin baxış açından şirkət mədəniyyəti nədir? Şirkət mədəniyyəti girişdə dediyindən nisbətən bir fərqli prosesdir. Mən düşünürəm ki, şirkət mədəniyyəti yazı deyil, pozu deyil, sənət deyil. Şirkət mədəniyyəti heç bir yerdə yazılmayan, amma işçilərin, komandanın, o şirkətin davranışlarının bir məcmusudur. Şirkət mədəniyyəti müxtəlif şirkətlərə baxsaq, ilk növbədə diqqətimizi çəkən və axtardığımız halda, işə götürən olaraq axtardığımız halda mədəniyyəti diqqətimizi çəkən bir stratejik və böyük bir pəncərədə bir ailənin içərisidir. Belə də aça bilərik bunu ki, şirkət mədəniyyəti yazılmır. Şirkət mədəniyyəti uzun müddət təcrübə ilə, davranışlarla, oradakı baş verən hadisələrlə formalaşır və sonunda bir mədəniyyət forması əmələ gətirir.